Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sistemi təkmilləşdirilir. Xəbər Studiya xəbər verir ki, bu əmək pensiyaları haqqında qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, ha belə ahıllara qulluq dövrünün sığorta stacına daxil edilməsi ilə əlaqədar. Güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunacaq. Təklif olunan dəyişiklik qəbul olunacağı halda, yeni qaydanın tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur. Həmçinin mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək. Bu əmək pensiyaları haqqında qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydası Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən olunacaq. Mövcud qanunvericilikdə isə bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir. Bu dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək. Sonda layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.